Dünyada narkomaniyaya qarşı mübarizə beynəlxalq səviyyədə mühüm istiqamətlərdən biri hesab olunur. Elə ölkəmizdə də bu problemin həlli istiqamətində müxtəlif addımlar atılır. Bunlardan biri də region gənclərinin narkomaniya ilə mübarizə üzrə ikinci forumunun keçirilməsidir. Məqsəd gənclərin bu təhlükəli vərdiş barədə məlumatlandırmaları, onların zərərli təsirlərdən qorunmaları və sağlam cəmiyyətin formalaşmasına töhfə vermələridir. Daha ətraflı növbəti sujetdə. Cəmiyyətdə ciddi sosial problemlərdən biri də narkomaniya hesab olunur. Çünki bu insan sağlamlığına ciddi zərər verməklə yanaşı ailə və cəmiyyət üçün də böyük təhlükə yaradır. Narkotik vasitələrin istifadəsi insanın fiziki və psixoloji vəziyyətinə mənfi təsir göstərir. Onu asılı vəziyyətə salaraq normal həyat tərzindən uzaqlaşdırır. Bu problem təkcə fərdi səviyyədə deyil, həm də sosial mühitdə müxtəlif mənfi nəticələrə gətirib çıxarır. Narkomaniya ailə münasibətlərinin pozulmasına, sosial problemlərin artmasına və gənclərin gələcəyinin təhlükə altına düşməsi ilə nəticələnir. Bu səbəbdən narkomaniyaya qarşı mübarizə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb eləyir. Ölkədə də bu problemin qarşısının alınması istiqamətində müxtəlif maarifləndirmə tədbirləri keçirilir. Forumun əsas məqsədi Sumqayıt şəhərinin cavanlarını deməli, həmin narkotik barəsində maarifləndirmə işini gücləndirmək, yeni növ narkotik maddələr, halüsinogenlər və psixotrop maddələr barəsində məlumatları vermək, onların zəhərlənməklə əlamətləri və əsas məqsəd odur ki, cavanları həmin bəladan biz qoruyaq. Nə qədər onlar məlumatlı olsa, o qədər də öz yaxınlarında, tanışlarda belə bir problem görsə, dərhal hərəkətə keçə bilərlər ki, artıq problem dərinləşməsin. Narkotik asıllığı artıq tibbi deyil, bu həm də psixoloji məsələdir. Çünki bu istifadəçilərdə asıllıq yaradaraq onların düşüncə tərzi və davranışlarına birbaşa təsir edir. Bu isə özünü depressiya, aqressiya, emosional gərginlik və sosial münasibətlərin zəifləməsi kimi hallarla göstərir. Mütəxəssislər bildirirlər ki, narkomaniyanın qarşısının alınmasında erkən maarifləndirmə və psixoloji dəstək olduqca önəmlidir. Dünyada hal-hazırda yeni metodların istifadə olunması və fərqli qablaşdırma metodları ilə narkomaniya ilə mübarizə daha çətin bir vəziyyətdə gəlib. Narkomaniya ilə mübarizədə sadəcə cəzalandırma metodları deyil, əsasən maarifləndirmə, doğru istiqamətləndirmə və ən əsası da bu mübarizədə cəmiyyətin bütün sektorlarının birgə fəaliyyətini təşkil eləmək düşünürəm ki, daha effektiv olacaq. Beləliklə, narkomaniya ilə mübarizədə yalnız hüquqi tədbirlər deyil, həm də cəmiyyətin birgə fəaliyyəti vacib rol oynayır. Valideynlər, müəllimlər və ictimaiyyət nümayəndələri gənclərin tərbiyəsində və onların zərərli vərdişlərdən qorunmasında əsas faktorlardır.